Aha. Sen ne değil burada? Ha, bunu işləyirdik. Burada normal qaydada bax D1-i buna yendirsəm aşağı olur A2 S2, A3 S2, bir də A4 S2 olacaq. Sənə D1 4 deyir. Bura qədər olanları cəmlə. D1-də nə olacaq? Bu cərgənin ən minimumunu istəyir səndən 4. Burada bu cərgənin ən minimumu 5-dir. Burada ən minimumu 1-dir. Burada isə ən minimumu 2-dir. İndi bunları cəmləyəndə Ömər neçə dedin sən? Yəni 138-ci sual idi. Yox, 137-yə, hə. Mən C olurdu 12. Aysa bunları cəmləyəndə 12 birinci variant nə demişdin? Yadımdan çıxdı bəli. 12 edir. Gəl digərlərinə baxaq. 138-ə nə yazmısan? 138-ə D variantı. Kompüterin xarici yaddaşında fayl sistemi. Fayl nə deməkdir Ömər? Düz yazmısan bunu. Burada problem yoxdur. Ümumiyyətlə fayl nə deməkdir? Yəni necə Fayl deyim mən? nədir? Yəni, kompüterin yaddaşında yəni məlumatlar toplusu kimi. Fayl. Fayl. Kompüter. O biraz qəribə cümlə oldu, düzdürmü? Onu düzəltsək belə Hə. deyək ki, verilənlərin bir adı altında yığımına deyilir. Kompüterdə verilənlərin bir ad altında yığımına nə deyilir? Fayl deyilir. Hə. Aha. 139-u da görün nə yazmısan. 139-a C variantı. Bayaq üstü bənəm düzdüm. Əla. 140-a nə yazmısan? 140-a A variantı. Piksellər olar, kadr olar, 2, 4. Sonra korpusun materialı, diaqonalın ölçüsü. Korpusun materialı bir dəqiqə. Korpusun materialı götürülməz əslində. Əsas parametr deyil. Piksellərin sayı olar, kadrların əks olunma tezliyi olar, diaqonal üzrə ölçü də olar, müdafiə dərəcəsi açılır, A variantı qalır. Əsas parametr korpusun materialı deyildi. 141. Word proqramında mətni daxil edərkən Enter düyməsinin sıxılması nə zaman zəruridir? Mən Artıq. onu yaza bilmədim. Ömər, elə asan sualları boş qoyursan ki, Ömər, enter nə deməkdir? Enterin funksiyası nədir? Ablasın sonunda boş qoyuq ki, təzə ablasa başlasın ona görə. Yox, enter nə deməkdir? Yeni abzasdır, düzdürmü? Bəli, Yeni abzası yaradır. Sən yeni olan abzası yaratmaq istəyirsənsə, köhnəni qutararsan da, düzdürmü? bəli. Birinci abzasının sonuna gələndə, artıq o abzasının sonunda enteri basarsan ki, yeni abzası yaransın. Çətin suallar çox qəşəng yazsan, asanlarda qəribə cavablar verirsən. 142-ni də görüm. 142 A variantı yazmışam. Əks eritməsin delta details rejimi nəyi həyata keçirir? Əsas xüsusiyyətlər düzdür, ISO faylların əsas xüsusiyyətlərini göstərir. Bələdür. Bax bu çətindir bundan. Bunu bilirsən, onu bilmirsən. 143 də görüm. 143-ə D variantı yazmışam. Burada bizə deyir ki, yerinə etmir. Sonunda y, y-in yerinə 14 yazarıq burada. Gəl yoxlayaq. Buna aid də bir nümunə demiş olaq. Burada y-in yerinə 14 olanda x bərabərdir 14 çıxılsın y. Y bu tərəfə çıxma ilə gedir. X-in yerinə yazırıq 14 çıxılsın y bərabərdir y-ə. Bu y bu tərəfə toplama ilə gəlir. 2y 14-cə y də bərabərdir 7-yə. Burada da y-in yerinə 7 yazanda 5 bu tərəfə çıxma ilə gəlir. X-i tapan zaman 7-dən 5 çıxırıq 2. D variantı. Sən də demişdin. Müəllim, mən də elə D variantı tapmışdım. Ay sağ ol. 44-də nə yazmısan? C variantı. Sistem proqram təminatının əsası nədir? Əsas hissəsi bəli, əməliyyat sistemləridir. Baza hissəsi əməliyyat sistemləridir. Dübbələm 145-ə nə yazmısan? 145-ə B variantı. Ay sağ ol. A B-dən kiçik olduğu üçün ikinci halından gedirik. A-nın qiymətini 2-yə vururuq 10. B-nin qiyməti olur 10. A da dəyişməz qalır. 146-ya nə yazmısan? Mən 146-ya yazmışam A variantı. Ancaq print screen. Artıq print screen yenə neysə mübadilə buferdən keçirirsən. Bu şeydə də var idi bu sual. Hardware sualında, hardware mövzusunda da. Klavişlərə əsasən vermişdi orada da. Kainatda. 147. 147 B variantı. Maşıda funksiyası nədir? Tamam. Bu düzdür. Burayla bir işim yoxdur. Amma ağlıma ayrı bir sual gəldi. Onu da verim. Mənə de görüm.
Çeviricilər, switchlərin neçə növü var? Mən bir mən marşrutizator idi, bir də translyator idi. Ömər, harda qalırsınız? Necə? Harda qalırsınız? Hə, mənim yaşamaq mənasında Hı? sarayda. Mən ora gətizdimi? Yaxşı. Ellə ki, durum ora gəlmir. Mənim Switchlərin, səhv. çeviricilərin neçə növ var Ömər? Hə, mənim körpü bir də bridge, onu deyirsən. Körpü Az. bir də şeydir, router. Bəli. Az. Sağ ol. Görsən, ora gəlim deyəndən sonra qəşəng cavab verirsən. Birinci körpü idi, sonra da nədir? Bəli, Marşrutlayıcı, düzdürmü? mən səhv Aha. saldım. Yox. De görüm fərqləri nədir? Hansı nədir, hansı nədir? Qaydasını da görüm mənə. Deməli, mən körpü deməli eyni topologiya müxtəlif protokol, biri də e, eyni topologiya, eyni protokol. Yox, eyni yox. Dedim marşrutlayıcıda Yəni, eyni. müxtəlif. Mühüm. Biri müxtəlif, Hansı? biri eyni müxtəlif. Aysa, körpüdə biri eyni olur, biri müxtəlif olur. Marşrutlayıcıda dedim bu ilə də yadda saxlayın. Hər ikisi müxtəlifdir. 148-i də görüm. 148-ə mən E variantı. 148 edirsən. 3, 4. Word aşağıdakı təkliflərdən hansı doğrudur? Klaviaturada olmayan işarələr, bəli, simvol əmrinə yerinə əlavə edə bilirik. Oradan insert hissəsindən, okey. Home tabında replace əmrindən istifadə edir. Replace. Bəli, bu da düzdür. Belə düz. 149-u da gör. 149-a A variantı yazmışam. PowerPoint proqramın səhifələri necə adlanır? Slide, bəli, hər bir səhifə artıq orada slide adlanır. Bu da düzdür. 150. 150-yə mən cavab 5 olurdu, orada B variantı. Sənə sütun deyirsə, asa rəqəmləri çıxıb üstünə bir gəlirsə. 6-ya 6 səhv saldım. 5 nə Yox, idi? bir dəqiqə. 6-nı ifadə. Bir dəqiqə. Rəqəmləri çıxıb üstünə bir mi gəlsin, hərflərini sayırsan? Mən orada hərflər deyir də, sütunların sayı A-dan F-ə kimi sayırıq. A, B, C, D, E, F. 6 dənə. Ay, sağ ol. Çarıxdırmaq istədim, çarıxmadı. Halal olsun. 151 də görüm. 151-də demək A variantı. Yaddaşda saxlanılan adlandırılmış verilənlər yığımı necə adlanır? Ay, sağ ol. Verilənlərin bir adı altında yığımdır, dübbələm düz. Fayl. 152. Sistem bloku. Bunlardan hansı kompüterin əsas hissəsidir? Bəli, sistem blok mərkəzi Neymana görə mərkəzi hissələrimizdən biridir. 153. 153 alanın elektron ünvanı olur da E variantı. Az sağ, yəni alanın elektron ünvanı göndərmə lazımdır ki, məktub hansı ünvana çatdığını bilsin. 54. Mən 54-cü sualı yaza bilməmişəm. Orada əslində C variantı yazmışdım. E variantı çıxıb. 154-də C yazımsan, E çıxıb. Yox, E yazmışam, C C çıxıb çıxarı. səhv. Az sağ, C. Bəyəm, C çıxıb. E yazmışam. Lingvistik vasitələrə daxil deyildiyində veb saytların yaradılması daxil deyil də. Ümumiyyətlə, bunu niyə E fikirləşdin? Onu mən də görüm. Yəni, niyə E Mən fikirləşdin? orada web saytının yaradılması düşündüm. Orada proqramlaşdırma dilləri ilə yaradırlar da. Yəni proqram dilləri ilə düşündüm. O mənada olar. O mənada deyil imiş. Onu öyrəndim. Bax, ümumiyyətcə, A variantı deyir ki, verilənlər bazasının idarəetmə sisteminin lingvistik vasitələrinə daxil deyil. A daxildir. Verilənlərin seçilməsi daxildir. Select əmrini yerinə yetirirsən bunu. İkinci, bu daxildir. Ümumiyyətcə bu ikincidə B variantı. Verilənlər bazasının əsas lingvistik vasitəsidir. Ən birinci əsas lingvistik vasitəsi B variantı. Veb saytlarının yaranması daxil deyil. C variantı burada daxil deyil. Burada C-ni götürürük. Niyə daxil deyil? Bu ümumiyyətcə verilənlər bazasına yox, veb proqramlaşdırmaya aiddir. Veb saytların yaradılması veb proqramlaşdırmaya aiddir. Bu da lingvistik vasitə deyil. D variantı da aiddir. Əməliyyatların aparılması, hansı əməliyyatları apara bilərsən? Insert edə bilərsən, update edərsən, delete edərsən və s. kimi əməliyyatları apara bilərsən. Təsvirdə götürərək axı verilənlərin təsviri. Create var, alter var. Bu təsvirlərin hər biri oradadır. Burada C olmur, çünki o verilənlər bazasının lingvistik vasitəsi yox,
Proqramlaşdırma, web proqramlaşdırma aid olan bir şeydir. Keçməmişik deyə Hmm. yaza bilməməyin normaldır. 55-i də görüm. 55-də mənim C variantı. Failin adına uyğun deyil. C-də baxın bir dənə new game verir. Aysel orada game sözündən sonra bir dənə sual işarəsi qoyub. Amma gör nöqtəyə qədər nə qədər şey var. Bir S hərfi, üç dənə də altı var. Dedik ki, hər sual bir dənə hərfi əvəz eləyə bilir, simvolu. Ona görə C variantı ola bilməz. 156-ını da görüm. B variantı yazmışam müəllim. Bəli, əlaqələndirən proqram driverdir, qurğu sxemisi kontroldir. 57-ni de. 57-yə E variantı yazmışam. 54-ü qırağa yazım. Sınıq hazırlayanda keçəndən sonra bunu işlədərəm. Все. 58-i də görüm. 58-də C variantı. Deyək ki, bu hansı sistemdir? Realliyasiya, qapalı model isə bəli, realliyasiya modelidir. Ümid cədvəl formasında verirsə, bu realliyasiyadır. 59. 59-a yazmışam A variantı. Bu fraqmentə görə ən çox neçə vərəq çap olunur? Bu tip bir şey biləcəksən. Bunu eləyim ki, görsənsin. Hı. A variantı. Bəli. De görüm necə yazmısan. İzah elə. Orada birinci verib 1, birinci səhifə, sonra 3-dən 5-ə kimi. Orada 3 dənə səhifə olurdu. 3, 4, 5. Bir də 7-dən 12-yə kimi. Orada da 6 dənə səhifə olur. Ümumi Az. toplayanda 10 dənə. Orada da 3 dəfə deyir kopyala, yəni çıxart. Ona görə də onu vururuq. Çeyir 30. Bax, bu hissədə bəli deyirsən ki, bir dənə birinci səhifə var, bunu qoydun bir qırağa. Bu aralığı tapmaq üçün 5-dən 3-ü çıxırsan, üstünə 1 gəlirsən. 5-dən 3-ü çıxanda 2, üstünə də 1 gələndə 3-ü tapdıq. 1, 3, hal-hazırda 4 səhifəmiz var. 12-dən də 7-dən çıxırıq 5, üstünə də 1 gəldirik 6. 4-ün də üstünə 6 gələndə 10 dənə səhifə. Amma sənə nüsxə hissəsinə bax, deyib 3 dənə kopya çıxart. Bəli. Onu da 3-ə vuranda 30 dənə eləyir. Düppələm düz. 160-ı da görüm. Mən 160-cı sualla mən E variantı. Protokol nədir? Qarşılıqlı əlaqə. Bəli, bir protokol qarşılıqlı əlaqədə modelin enində qarşılıqlı əlaqəsinə deyilir. Qarşılıqlı əlaqədə bir dənə E variantındadır. Düzdür. 61. Mən 61-ə yazmışam B variantı. Veb səhifələrə baxış nə üçün deyil? Veb səhifələrə baxış üçün deyil. Sağ bir dənə elə qalır B variantı. Bu nəzəriyyə proqram təminatında keçmişdik. 62-ni də görüm. 62 mənim C variantı. İmtina etmək deməsi. Ümumiyyətlə, bu düymə nəyə C variantı deyirsən, risk düyməsini biz şeydə də istifadə edirik. Asılıb qalmış proqram olur deyə onu ləğv eləmək üçün də Orada istifadə olur. sınıfında Bəli, ümumi ləğv etmə düyməsidir. 163. 163-ə D variantı. Word proqramında mübadilə buferindəki mətni neçə dəfə istifadə etmək olar? Nə yazmısan? 163-ə D. Sağ ol. Buferdən silinənə qədər və ya enerjidən asılı olduğu üçün enerjinin əlaqəsiz kəsilənə qədər istənilən qədər. 64-də nə yazmısan? E variantı. 60 səhifəlik sənədin cari səhifəsində 17 plus 17 sənədinin 36 səhifəsinə keçidini təmin edir. Cari səhifəsini. Ümumi səhifə 60 səhifəlikdir. Ben Sənə deyir ki, hər hansı bir cari səhifə, hər hansı bir səhifədə, hər hansı sən durduğun səhifəni deyir də. Hər hansı bir səhifədə durmursan, plus 19 olur 17 mu? yazırsansa, sənin səhifənin üstünə 17 gəlmiş olur. Bu da 19 36-ya olur. aparır səni. Bəli, demək 19-daymış ki, 19-un üstünə 17 gəlsəm 36 eləyər. Burada 60 ümumi səhifənin sayı, cəmaət gedir 60-dan 17 çıxır filan. 60 ümumi səhifənin sayıdır. O səndə önəm daşımır artıq. Nəyin üstünə 17 gəlsən 36 eləyər? 19-un. Bəli, bələm düzdür. 65. Ben proqram təminatı. Kompüterdə quraşdırılmış, instalasiya olunmuş proqramlar. Toplusu necə? Bəli, ümumi proqram təminatı alınır. O da 3 yerə bölünür. Sistem, tətbiqi, instrumental. 66.
Mən 66-ya B variantı yazmışam. Biz bunu keçməmişik. Sən bunu necə yazmısan? Mən 9-cu sinifdə kitabda verilmişdi o vaxtı. Müəllim izah eləmişdi qaydasını. Orada birinci 512-ni yazırıq 209, 256-ni yazırıq 208. Hı hı. Sonra 32 rəngli qrafikdir. Orada 2 üstü 5-dir. Biz oradan 5-i götürürük də o Hı qüvvətli hı. olanı. Yazırıq 2 üstü 9 vur 2 üstü 8 vur 5. Orada kilobayta çevirsə 2 üstü 13-ə böləcəyik də. Çünki orada bitlə verib də o Ay 5 12 sağ ol, ay 206. sağ ol. Sonra da hesablayırıq 217 vur 5 bölünsün 2 üstü 13. Qalır 2 üstü 4 vurulsun 5 o da edir 80. Ay sağ ol. Aferin sənə. Beşək. 167-ni də görüm. Bilməm 167-ci sualda onu yaza bilmədim. PowerPoint-də təqdimatı. Bunu PowerPoint hə, keçməmiş deyə bilmirsən. Təqdimatı hansı görünüş rejimində çap etmək olmur. İndi bu əslində normal asan bir şeydir. Slide show rejimi artıq sən təqdimatı nümayiş elətdirirsən. Yəni bu video kimi Nümayiş nümayiş edəndə olunur. heç nə eləmək olmur da başqa Ay ona görə. sağ ol. Artıq elə düşün ki, bu video formasında nümayiş olunur. Onu çap etmək olmur axı. Hmm, 8-ə bax. 68-də D Optimallaşdırmaq. variantı. Ay sağ ol. Bəs yaxşı mənə də görüm sürətini çıxarmaq. Necə mənim? Sürətinin çıxarılması, təmizlənməsi, bunlar nədir? Hansılardaydı? Optimallaşdırma var idi, sürətin çıxarılması. Defraqmentləşdirmə də mənim. Optimallaşdırma hə, defraqmentləşdirmədir. Bəs təmizləmə, ümumi lazımsız faylların silinməsi, təmizlənməsi, clean up. Hmm, Clean up, hə, bəli. Okay. Bir də şey var idi. Aa, o söz yadımdan çıxdı. O Nə beyin mənim? durdu bir dəqiqə. Aa, o sözü necə unuttum? İncə dedim ya, o sözü incə ağzımdan çıxartdım. Ehtiyat sürətini çıxartmaq. Sürətini çıxartmaq. Ehtiyat sürətin çıxarılması. Bəli mənim. Hansındadır? Bəli, yox. Hansındadır? Mənim. Diskin ehtiyat sürətinin çıxarılması. Mənim, onun yadımda deyil. Backup. Backup. 169-a nə yazdım? 169-a Bəli. B variantı. Baxın. Burada gəlir. I bərabərdir 0. Birdən kiçik bərabər olarsa. Deyir sənə ki, flow verməti necə dəfə çap olunacaq? Mən ondan deyim, o birdən deyil. 10 hə. Açığını taxmamışam. Bu da uzaqlaşdırmışam deyən. Sən çora dönmüşəm bu gün. Bəli, düzdür. 170-ə nə yazmısan? Asan yəqin ki, A səhv variantı. yazmarsan. 20 vurulsun 2 sağ 171. 171-ə 128. Çox sağdı bu. Bəli mənim. Burada ilk xanasında, E5 xanasında, E7 xanasında 5 yerləşir. Düsturda yazmış xananın neçə yazmışam dedin? 128. Bəli. Düzdür düz olmalı. Bir yaxda bu qrupa işlədirdim bunu. Onlar yaza bilmirsən. Necə yazmısan? De görüm. Mən elə bil orada Hı. E2-nin yerinə 16 qoyuruq. Çünki orada deyir 16 yerləşir. Aha. E5-in yerinə 3 qoyuruq. E7-nin də yerinə 5 qoyuruq. Hı hı. Elə bil 16 vurulsun mörtəzə daxilində yazırıq. 5 topla 3. O da deyir 16 vur 8. O deyir 128. Ay, sağ ol. Çox sadə bir sualdır. Aparıb sadəcə yerinə qoysan. Elə də ABC-yə aid bir şey verib sənə. Aparıb rəqəmlərini qoyub misalı həll edirsən. Sadəcə burada E2, E7 olduğu üçün biraz çətin gəlib uşaqlar. O bizlər yazamamışdı. Aferin sənə. 172 nə yazmısan? 172 müəllim 120. Ay, sağ ol. Normal V bərabərdir. 3S düsturu ilə getsən, kilobaytda bayta çevirirsən. Düppələm düz. 70-cə nə yazmısan? Mən 173-ə mən 35. A1-dən B2-yə qədər olanın deyir cəmiyyət tap. A1-dən B2-yə qədər olan bax buranın şeylik. Nə yazmısan dedin Ömər bir də de. 35. Ay sabah. Burada da özü sənə qaralayıb A1-dən B2-yə qədər. 10, 20, 2, 3 toplayanda neçə edir? 35. Ay sağ ol. Bir dənə gəldim Ömər. Yaxşı müəllim.
Aha, davam edə üzrsə 174-də bax nə yazmısan? Mənim 174-də cavab 134 çıxıb, amma mən təkcə 4-ü götürmüşdüm. Baxın, 1, 3, 4 deyir sənə burada. Deyir, cavabı deyirsən 1, 3, 4 ilə veriblər. Sən nə götürmüsən təkcə? 4-ü. Eyni iş vərəqində yerləşməyə bilər. Bu düzdür. Diaqram əsasında qurulduğu verilənlərin eyni iş vərəqini düz verir də, eyni əsasında yerləşə də bilər, yerləşməyə də bilər. 1, 4 onsuz da qoşa gedir də burada. Həm yerləşə bilir, həm yerləşməyə bilir. Bir də ümumi 255 iş vərəqindən çox ola bilər. Bu da düzdür də. Burada yox, 1, 3, 4-dür cavab həqiqətən. Ümumi sən qaydanı bilmirsən deyə yaza bilməmsən. Yəni sualda şeylik yoxdur, səhvlik yoxdur, narahat olma. 175-ə Mən bax. 175-i mən yaza bilmədim. Bunu da keçməmişik. Bu Word-ü saxlayaq hələ ki, narahat olma. Word-ü bir dəfə təkrarlayan sonra əlavə baxacağıq. 176-nı da görüm nə yazmısan. 176-ya 10 bayt. 8 bit bayta çevirən zaman arada 2 üstü 3 var. Bəli. Nəyə bölürük? 2 üstü 3-ə, yəni 8-ə. Bəli, sən də 8-ə böləndə edir 10. Böləm düz. 177-yə nə yazmısan? Mən 177-yə D variantı. Fayl nədir? Xarici yaddaşda bir yaxda dedim. Ay sağ ol. Verilənlərin ümumi bir adı altında yerləşmə formasıdır xarici yaddaşda. 178. Mən C variantı. 178-ə C deyirsən. İnformasiyanı vizual təsvir etmək üçün hansı qrupdan istifadə olunur? Monitor. Bələm düz. Ömür sənə bir sual verim. Monitorla sensor ekranı, diktayzerin nə fərqi var? Mən digitizerin nə fərqi var? Yəni sensor ekranla monitorun nə fərqi var? Digitizer. Ona mən qrafiki planşet də deyirlər də. Yəni o sözsüz deyil. Sadəcə nə fərqi var? Biz monitoru, yəni məlumatları görmək üçün istifadə edirik də. Amma bu qrafiki planşetdə, digitizerdə məsələn o müxtəlif məsələn şəkil falan çəkmək olur da deyəsən. Yox, əsas fərq olaraq, qurğusal fərq olaraq soruşuram səndən. Mən bilmədim. Monitor nədir? Xaric etmədir, yoxsa daxil etmə qurğusudur? Həmən digitizer daxil edirsən, monitor xaric edirsən də. O mənada. Deyərsən ki, e, al telefon. Monitor xaric Al etmə telefonu bax. qorxusudur. Digitizer daxil eləmə qorxusudur. Asya, monitor xaric etmə qurğusudur. Verilənlərdən, bax, əsas qurğularımızdan biri olub, verilənləri istifadəçiyə ötürülür. Xaric etmək üçün istifadə olunan bir qurğudur. Amma sensor ekran digitizer həm daxil etmə, həm xaric etmə qurğusudur. Yəni biri sadəcə xaric edir, digəri həm daxil edir, həm xaric edir. 179-u da görüm. Deməm. A variantı. Göndərilən elektron və onlayn üsul göstərilərsə, hansı hal baş verilən? Ünvan göstər. Mövcud olmayan asla məktub səhv bərabəri məlumatları göndərilən geri qaytarılır. Yəni olmayan bir ünvan varsa artıq o məktub göndərilməyəcək, geri qayıdacaq. 180. Mən C variantı. Burada neçə dənə vərəq var? 12-dən 4-ə çıxırsan 8, üstünə 1 gəlirsən 9. Hansı variant dedin? Mən C variantı. 30. Niyə Bəli. 30? Orada mənim 2 də var, 9 da var da. 2, yəni 10 dənə vərəqdir. Onu da üstə Hayır. vururuq. 12-dən 4 çıxırsan 8, üstünə 1 gəlirsən 9. Qabaqda da bir dənə ikinci səhifə verilir. O 2-ni götürmürük üstünə. Bir dənəni götürüb bir vərəqdir. 10. Bəli. Nəyə görə 3-ə vurduq? Çünki orada copies 3 verib də ona görə. Ay, Yəni çünki 3 hər artıq 3 verib. dənə nüsxə, bundan 3 dənə istəyir. Onu da 3-ə vurursan 30, bələm düz. 181. Slaytların üstdən başlayaraq nömrələnməsi üçün 181-ə mən C variantı yazmışam. ondan istifadə olunur. 3-dən başlayaraq nömrələnməsi üçün. Artıq burada bax, sənə şey verir. Yeni bir tərtibat verir ki, bu səhifə parametrini buradan başla. Aysal desensinin pek etap sitəsindən olur. Aysal. 182. Mən orada 182-də D variantı yazmışdım. Elektron Aysal slaytda da ümumiyyətcə hər bir səhifə slayt adlanır və əsas obyekt də slaytdır. 183. Mərtəbəliyin takt tezliyi yerinə yetirən əmrəsində hansı xarakteristikasıdır? Nəyin Mən D xarakteristikası? variantı prosessorun. Ay, sağ ol. Ümumiyyətcə takt tezliyinin vahidi nədir? Hertz Ay, sağ ol. 184. Kontrol. 184-də mən C variantı.
Konkret sözün görən kimi, bəli, tətbiqini götürürük. Açar sözümüz tətbiq edin. 185. 185-ə E variantı. Bir hissəsini başqa bir yerdə təkrarlama. Yer dəyişmə demir artıq sənə. Təkrarlama deyir. Təkrarlama deyirsə nədir? Kopya əmridir. Yer dəyişmə desəydi kat əmridir. Ay, sağ ol. 186. 186 mən yaza bilmədim. 186-da bir saniyə. Çətin bir şey yoxdur. Axı nəyini yazım mən? Bu şeydir. Bazasını deməli Pascal. Pascal'dır. Verilənlər bazasını idarə etmə sistemi deyil. Bu Pascal'dır artıq. Keçməmisən deyə yazmışsan. Yoxsa bunu keçmişik axı proqram təminatında. Bunlar hamısı VBS-lərdir də. Verilənlər bazasını idarə edilmə sistemi. Pascal onlara aid deyil axı. O cədvəl idi. Əzbərləmişdin axı sən. Hmm, Yox, arada gəlib Yadımdan çıxdı. arada gəlib sarayı gəzin qayıdın. 187 yapaq. 187-yə mən B variantı yazmışam. Counter şəbəkəsinin protokolu bir-biri ilə ünsiyyət qaydasıdır. Asıl qarşılıqlı əlaqə ünsiyyət qaydası B variantı. 188. 188-ə mən B variantı. B variantı deyirsən. Aha. Miqdar sahəsinin artma sırası ilə çeşidlədikdə sistem malı haqqında məlumat neçənci olacaq? Ümumi artan sıra miqdar hissəsindən artan sırayla düzürsən. Asad bir sual əslində. Bax, düzən vaxtı ki, bir dənə düzmüş olaq. Bax, 5 gəlir birinci, 9 gəlir ən yuxarı. Bunu belə düzək bəlkə belə yazım qarşısına. Bu birinci olur. Sonra belə yazaq rahat olsun. Bu ikinci olur. Üçüncü olur. Sonra nə gəlir? Askırmam canı askıramadım. Bu dördüncü olur. Yox, bu deyil. 16 var hələ. Tüh. Vay. Salmon. Tamam. 16 dördüncü Mesela oluyordu. Monitor 16 üçüncü 4. olur. Bu 5. Sonra nə gəlir? Sonra 20-dən sonra altıncı. 27 gəlir. Bu 6-cı. Sonra 34. Bu 7. Sonra 35. Bu 8. Buna da qalır 9. Bizə nə deyir? Siçan sözünü deyir. Siçan axtarın buradadır. Bu neçənci yerdədir? 7-ci yerdə. Sən nə demişdin? 7. Ay, sağ ol. 189-a nə yazmısan? 189'a D variantı yazmıştım. Ay, sağ ol. Ümumiyyətcə qapalı bir formada verib, bir-birlərinə bitişik formadadır. Bu şəbəkədir. 190. 190'a E variantı yazmıştım. Deyək ki, qaydada kilovolta çevirdin, düzdürmü? 213-lə. Bəli. Ay, sağ ol. 191. Veb səhifələrə baxış üçün deyil. Mən C variantı. Ay, sağ ol. Nə üçündür bəs o? Mən Outlook Express. Hmm, Nə bildin ki, deyil? Mən çünki o birisi variantlar əsasən onlar şey idi. Outlook Express nə Deməli. üçündür? Outlook Express mənim e-post proqramımda səhv etmirəmsə. 192-ni də görüm. Mən 191'ə, yox 192'ə A variantı. A variantı 48 deyirsən. A-nın qiyməti 3 verib, B-nin qiyməti 1 verib. Deyir, B 5-ə bərabərdir. Yox, düşürük aşağı. B-nin qiyməti artır 1 vayda olur 2, A isə olur 6. Bilirik ki, algoritmdə hər yeni qiymət alanda köhnələr avtomatik silinir. Gəlirəm yuxarı. B-nin qiyməti 2-dir. 5-ə bərabərdir. Yox. Düşdüm yenə 3 oldu. Bunu da 2-yə vuranda 12 oldu. Sonra yenə qalxıram yuxarı. Yenə yoxa düşürük. Bu oldu 4, bir vahid artı. Bu da oldu 24. Sonra yenə üstünə bir vahid gələcəm 5. Bu da olacaq 48. Artıq 5-ə bərabərdir. Bəli, ona görə həyə gedirəm. Həyə gedən zaman artıq çapa getmiş olur. Səndən A dəyişəninin qiymətini soruşur. A dəyişəninin qiyməti 48 olur. A variantı demişdin. Bəli. Beləmiş. 193-ə baxaq. 193'də B variantı. Kataloqda 5 var yerləşdirilmişdi. Bunların hamısı uyğundur. Hansı variant dedin? Mən B variantı. Çünki orada hərəsində, məsələn, oradan əvvəldə bir dənə simvol var, oradan sonra bir dənə simvol var. Bəzi Bir hamısında də oradan D-dən sonra bir əvvəl neçə bir simvol dənədir. var. Burada da bizə amma bir dənə bir şey var. Ağlımda qaranlıq qalan oldu.
5 farkı 2, 4, 5 dənə fayldır. Hə, sənə mən deyirəm axı bu o söz uyğun gəlmir axı bura. Oradan əvvəl heç nə yoxdur. Bu hökmün bir dənəni əvəz eləməli idi. Burada aşağıda 4 dənəsini verib sənə. Bu 4-ün istəyir. Heç or onlara aid deyil. Hə, okey, tamam. Onda B variantı uyğun gəlir, düzdür. 194 Deməm. 194 deməm. 27 dollarda ev variantı. izah ver. Orada 50 səhifə sənəd mənim özü 50 səhifəli idi. Cari Orada sənəd amma biz 12. 15-ci səhifəsində idi onun. Evet. Orada da deyir ki, plus 12 yazısı var. Demək 12 addım getməli idi. Aynen, sən 12 27-ci dənə səhifə. səhifə yer dəyişməlisən. 15-in də üstünə 12 gələndə 27-ci səhifəyə gelirsən. Artıq cari səhifən 27 olur. Bələm düz. 195-i deyil. 195-ə mən deməli C variantı yazmışam. Bəli, faylın tutumunu azaldır, arxivləşdirir. Artıq onu sıxıb faylın tutumunu azaldır. Həcmdə yer açır. 196. Mən 196-ya mən deməli mən yenə orada şey olacaq da 128 ol. Yox. Yox, 128 nə idi? 2 E5 olacaq. üstü, E7 3 5'ti. olacaq, 2 olacaq. 3'dən 5 Vurma dəfəsi deyil, 2 olacaq da orada. 8. 8-də 16. 16-ını 8-ə bölürük də 2 edir. Aa, sən bölmə verir artıq orada. Bölürsən neçə düşür? 2 dəfə. 197. Bəli. 197-ni belə tam başa düşə bilmədim. D1 oyğundakı düsturu D2 oyğuna köçürüldükdən sonra həmin oyğda cavab neçə olacaq? Sən deyir D1-dən D2-yə köçürsən. Bax, D1-dən. Mən A3 vur B2 topla C2 Artıq belə bir şey rəqəmlər olacaq. bax dəyişir. Olur A3, Bir A0 artıq da A3 vur vurulsun, B2 B2 üstə gəl. Bir dənə düşürsən deyə bir artırmalısın S2-yə. İndi burada A3-ün qiyməti nə qədərdir? A3, burada A3 verilməyib sənə bircə saniyə. İndi bunu əsasən tapa bilərik də. Bircə dəqiqə. A2, B1, C1 verildi. Və A2-nin qiyməti 10-dur. B1, 2, 4. Mənim cavabı 6 vermişdilər. Lap 6 olmaz axı burada. Burada 6 çıxmır deməli. Cədvəlin D1 oyunundakı düstur D2-yə köçürülüb. Bu düsturu olduğu kimi götürsün. Dollar işarəsi də yoxdur ki, mənimsəmə kimi bir şey olsun ki, yəni onun cavabının qiymətini dəyişməyəcək. Burada qiymətlər də dəyişir artıq. A3, B2, S2 formasında düşür. Burada A1-i sənə 5 verib. Lap buranı gəl hesablayaq bir dənə. A2-ni sənə 10 verib. Vurulsun B1 deyir. B1-in səndə 2-dir. S1-in isə 4-dür. 24. Aha. Bunları vurub üstə S1-i gəlməsin. Eləyər 16. O yoxda qiymət 16 alır. İndi aşağı düşən zaman A üçün B5-lərin qiyməti verilmir. Cavabı sənə 6 mı verib? Bəli. A3 verilmir. Hə də, bir dəqiqə, yox. Bir dəqiqə. Hə də, düzdür axı. Kitabı yazığı günahkar çıxardırıq. Buralar boş dönmər. Boşdursa sən burada özündən qiymət verə bilmirik, düzdürmü? Bir dənə mouse 0 olur. nə qaçdı? Sıfırları yerləşdiririk öz yerinə. 0, 0, 0. İndi burada A3-ün 0-dır. 0 vurulsun. B2 nə qədərdir? 1. 1. Üstə gəlsin S2-nin də 6-dır. 0-ı 1-ə vuranda 0, üstə 6 gələndə 6 eləyir. Cavab ona görə 6 çıxır da. Boş olanlar 0 da yoxdur da. Boş nə var ki orada işinə? Aydın oldu yoxsa Bəli. qaranlıq oldu? Başa düşdüm mən. 198. Kitabın bu da şeydir Mən və bərabərdir 3S düsturu. yəni 720 almışam orada. Böləm düz. Bir dənə sual gəldi ağlıma, onu da verəcəm sənə. 99-u da görüm nə yazmısan. Yəni 99-u Excel idi, onu yaza Onu bilmədim. bilmədin. Bir Tamam, də tamam. ikincisini götürdüm. 4 dolar diaqraməsində eyni iş vərəqində yerləşə də bilər, yerləşməyə də bilər. Hmm. Bir də şeydir mənə əsas. 200-ü deyə yazmışam, keçdiyimiz sualdır. Yəni, Mən 200-ü o Word idi mənim. Orada dördə biraz tam çətin. eləyə bilməmsən, düzdürmü? Bəli. Hansı ilə sətri cədvəldən silmək olar? Sətri seçmək, delete deməsiniz. Ümumiyyətlə Word-də delete yoxdur. Yəni Word-də delete deyə bir şey yoxdur. Sətri silən zaman delete yoxdur. Avtomatik hansı variantlar gedir? Bəli. 3-4 olur da. Avtomatik delete yoxsa Word-də sətr silən zaman delete əmri olmadığını sözün ağlında saxlasan, avtomatik 1-dən 2 gedir. Geriyə nə qalır? 3-dən 4.
Mən Word-də ümumiyyətlə delete yoxdur. Sətr silən zaman ümumi delete düyməsindən istifadə olunmur. Sətr silmək kimi, nə isə silmək üçün səndən soruşsa, delete harda görsənsə silirsən. Yəni mən Word-də yəni delete-dən istifadə olunmur, yəni o mənada. Sətri silən zaman no. Ömər, bir də sənə bu linkimizin vaxtına da az qalıb. Bir dənə bu sual verim, bayaqçı qrupa da deyildim mən. Görüm bilirsən yoxsa yox. Ə, Mənə de ki, məsəl üçün 9. 9 deməyim, 7 deyim. Minimal. Bunun mənə ümumi deyir nə qədər bitlə kodlaşdırılır, yaddaşda nə qədər yer tutur tipli suallar olur. Mənə də görüm həmin zaman minimal desə nə edirik, maksimal desə nə edirik. Say sistemlərinin sualıdır. Mən 7-si. say sistemlərim. Mhm. Minimal deyiriksə, Minimal, orada maksimal biz məsələsi. yazarıq Aha. 2 üstü 2, 2 üstü 3 aralığında qeyd edirik 7 onu. deyirik ki, azal minimal deyirsə 202 ilə Bəli, 2 üstü 206. 2 götürürük. Minimalda, maksimumda 2 üstü 3. Minimal nə qədər olur? Yox, Ömər. Neymirsən? Yox, Minimal, yox, maksimalda 2 üstü 3 götürürük də maksimumda. Ömər. Bir Minimal dəqiqə mənim. deyirsə 7-yə baxırsan ki, 2 üstü 2 ilə 2 üstü 3-ün arasındadır. Buradan 3-ü götürürsən, Bəli, düzdürmü? Deyirsən ki, minimal 3-ə bərabər. Çünki artıq burada 2 üstü 2-ni keçib. Maksimal deyəndə nə edirsən? Bu 7-ni aparıb 2-nin qüvvətinə yazırsan. 2 üstü 7 neçə eləyir? 128. Bu olur maksimalı. Buradakı minimum maksimumu götürmürsən. Minimalın qaydası budur, maksimal da bu formada tapılır. Anladım mən. Bunu yadında saxla. İndi məsələn bir də nümunə verim. Məsələn 9 ədəd. Nə olur? Minimalı nədir, maksimalı nədir? Minimalı 4-dür. 2 üstü 3-dən 2 üstü 4-ün arasında. Oradan 4-ü götürürük. Ay sağ ol. Maksimalı. 512. Ay isə 2 üstü 9 o da bərabərdir 512. Əla. Bir rekordu saxlayın.